Ha, Bu gün yanımda o videolarda gördüyünüz manqal, rus peçi, təndir, kürə peçinin tikən əsas ustalardan birincisi Ədalət ustadır. Bu gün ha. istəyirəm Ədalət usta bu manqalların formaları ilə bağlı danışsın. Yəni bildiyiniz kimi manqal tikintisində bir qayda yoxdur. Manqalı siz bütövlükdə də o davamlı kərpicdən tikə bilərsiniz. İçərisini o davamlı kərpicdən tikib çöl hissəsini fasad kərpiclərlə də hazırlaya bilərsiniz. Yəni bu sizin seçiminizdir, zövqünüzdür. Ona görə çox vaxt müştərilər bizə qiymət soruşur. Biz ümumi qiymət deyə bilmirik. Çünki bizdə yalnız satışdır. Usta yəni öz işinə görə, formaya görə, Bəli, bəli. materialların belə deyək, Salınmadı. ölçüsünə görə qiymət deyir. Manqalın formasına görə, ölçüsünə görə. Ona görə usta ilə danışmaq lazımdır öncədən. Əgər öz ustavınız varsa, öz ustavınızın yazdığı siyahını göndərə bilərsiniz. Yox, əgər ustavınız yoxdursa, usta axtarırsınızsa, tapmaqda çətinlik çəkirsinizsə, sizə köməklik məqsədi ilə Ədalət ustanın nömrəsini verə bilərik. Ədalət usta ilə danışarsınız. Bəyəndiyiniz manqal modelinin şəkli olsun, videosu olsun göndərə bilərsiniz. O da sizdə olan, bağınızda olan ölçüyə uyğun material siyahısını çıxardar, nə qədər material lazımdır. Öz zəhmət haqqını deyər. Əgər uyğun olarsa, yəni Ədalət usta ilə əməkdaşlıq edərsiniz, bu işi gördürərsiniz. Materialları da yenə istəsəz bizim mağazadan gəlib əldə edə bilərsiniz. İstəsəz də yenə başqa yerlərdən, sizə daha sərfəli olan yerlərdən əldə edə bilərsiniz.